Mən xoşbəxtəm. Bir ay bundan əvvəl ali məktəbi bitirdim. İndi isə istədiyim oğlana ərə gedirəm. Sabah yox, birisi gün bizim toyumuz. Nişanlım gözəldir, vəzifə sahibidir. Nəcib oğlum. Mən bu xoşbəxtliyi gözləyirdim. Sənə rast gəldiyim üçün öz talihimə təşəkkür edirəm. Adana. Mən xoşbəxtəm anam. Təbrik edirəm qızım. Ne oldu ana? Niye bir tər oldun? Mənim ədalətə getməyim səni sevindirmir, hə? Yox, niyə ki? Hiss edirəm. Hiss edirəm ki, o sənin ürəyincə deyil. Yox qızım. Amma nədənsə biraz narahatım. İndi adamlar vəzifəyə qalxanda onlarla bizim aramızda bəzən bir sərv yaranır. Onların nə elədiklərindən, nə işlə məşğul olduqlarının xəbərimiz olmur. Biz onların yalnız adlarını eşidirik. Ana, inan mənə. Ədalət bilirsən nə yaxşı oğlandı. Bax, keçən dəfə biz gəzməyə çıxmışdıq. Birdən ucağında uşaq, qaraçı arvad bizə yaxınlaşıb sədəqə istədi. Ədalət bilirsən ona nə qədər pul verdi? Niyə demirsən ana? Mən sənə inanıram qızım. Arxayınam ki, ürəyim səni aldatmaz. Sağ ol ana. Xoşbəxt ol mənim balam. Xoşbəxt ol. Pəncərədən daş gəlir, ay bərbax, bərbax. Pəncərədən daş gəlir, ay bərbax, bərbax. Xumar gözdən yaş gəlir, ay bərbax, bərbax. Səni mənə versələr, ay bərbax, bərbax. Səni mənə versələr, ay bərbax, bərbax. Hər görənə xoş gələr, xoş gələr, xoş gələr. Ay bərbax, 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 ay bərbax, bərbax, ay bərbax, bərbax, ay bərbax, bərbax. Buyuracaqlar içəri. Kim var? Birinci dəfə də bizə gəlirsiniz. Yoxdur. Demək istəyirik ki, təzə nişanlı sizlərdir, ya yox? Məyər mənim köhnə nişanlım da vardı. Əlbəttə var ya. Kim idi o xoşbəxt qəhrəman? Bam bara bam 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 brrrra. Nə dedin? Gəl içəri, xoş gəldiniz. Həmişə siz gələsiniz. Bax, indicə sizin mahnınızı eşidəndə ürəyim elə bir tər oldu, elə bir tər oldu. Necə yəni? Elə bir tələbəlik həyatımızdan düz 100 il daha düşmüşəm. Yəni daxil olduğun təzə aləm səni bizdən bu qədər uzaqlaşdırır. Dünyanın işləri belədir dostum savalar. Qəm çəkmə dostum qənimət. Geçin içəri. Ay, Hə, savalam, hədiyyəni aç. Nə deyə? bəs bir gün toyumuz deyil. Biz orada iştirak edə bilməyəcəyik, ona görə səni qabağızdan təbrik eləmək istədik. Niyə iştirak edə bilmirsiniz? Atalar deyib çağırılan yerə ar eləmə. Çağırılmayan yeri dar eləmə. Mən özüm sizi dəvət edirəm. Təşəkkür. Amma gecdir. Biz sənin nişanlını tanımırıq, özü də yüksək vəzifə sahibi. Nasıl? Yaxşı, savalam, hədiyyəni aç. Bu saat. Deməli belə, bu savalan bağının şəklidir. Dostum savalan bunun üzərində düz 6 ay işləyib. Bir dəqiqə. Ay, hop. Ay nə gözəl şəkildir. Məğrurdur, əzəmətlidir. Bu da qənimətin hədiyyəsi.
Desin. Nədir elə? Ha, nə gözəl köynəkdir. Hə, bacım göndərim. Nə zəhmət çəkir bu? O, yaxşı, yaxşı. Xanımlığı bıraq. Özəm ki, belə köynəyi arzulayır. Bacına yazarsan ki, Fəridə deyir, çox sağ olsun. Bəs bu? Bu da bizim bir-birimizə rast gəldiyimiz gündən ta bu günə qədər mənim yazdığım günləriylər. Bunu mənə niyə verirsən? Gerisini yazmayacaqsan? Yox. Niyə? Çünki artıq o günlərə nöqtə qoyulur. Sən də niyə qızın ürəyi kövrəldirsən? Amma bu zərfi xahiş edirəm, ilk uşağın olandan sonra çıxırsan. Axı nəyə görə? Mən belə istəyirəm. Söz verirsən. Söz verirəm. Amma bu nə deməkdir? O deməkdir ki, sən mənim ürəyimi də özünlə aparırsan. Qənimət. Sən gələcəkdə vəziyyətini düzəldir. Evlənmək istəyəndə dünyada heç bir qız sənə yox deməyəcək. Qızlar səni mənsiz görəndə üstünə ağrı kimi elə döküşəcəklər ki. Heç bilməyəcəksən Fərdi harada qaldı. Fərdənin harada qaldığını biləcəm. Amma sən mənə təsəlli vermə. Biz məhəbbətin necə amansız bir hiss olduğunu əla bilirik. Biz əsəblərimizi möhkəmləndirmək üçün şüşə qırıntıları üzərində ayaq-yalan yazırıq. Əlimizi bıçaq kəsəndə üstünə duz səpirik. Məhəbbət ürəyimizi parçalayanda biz də yeməyə güc veririk. Çünki bizə güc lazımdır, enerji lazımdır. Mənzil uzaqdır, yollar çətindir. Mənzil uzaq, yollar çətin, ömür qısadır. Mərdlik bizə babalardan yadigardır. Cavan qartal qanat çalar dağ başından. İkid qoxmaz fırtınadan, uçurumdan, borandan. Sevgilisi dözməz çətin yollara. Lakin oğlan onu deməz vəfatsız. Çünki sevgilimiz ürəyimizin bir parçasıdır. Lakin vətən əcdadımızın yadigarıdır. Bizə ömür vətən üçün lazımdır. Bizə ömür gələcək üçün lazımdır. Gələcək üçün lazım. Lazım Gələcək üçün lazım. Sizə qulaq asıram. Ürəyimdə bir qəriblik hiss edirəm. Bax, belə anlarda mən yanımda, bax, qulağımın dibində qüvvətli bir insan nəfəsi duymaq istəyirəm. Əgər sənin getdiyin oğlan belə qüvvətli bir insandırsa, onda mən sizin evlənməyinizi təbrik edə bilərəm. Bonjour, mademoiselle. Hoş gelmişsən, ne var? Tut. Sen de buralara gelip çağırmışsan. Kim var? Uşaqlar bizdədir. Anjel. Anjel, buyur. Uşaqlar, tanış olun, bu mənim rəfiqəm Anjel xanımdır. Biz orta məktəbi bir yerdə oxumuşuq. Anjel. Sağ olun. Qənimət. Yoksa bu Rembrandt'ın şeklinde kartalın oğullayıp apardığı ganimettir. Özlü ki var Anjel xanım. Bəs niyə qayıtdınız? Sadəcə qartal mənə allatdı. Mənə dedi ki, səni cənnətə aparıram. Amma mən yarı yolda baxdım ki, hər tərəf göysüz, göyərtəsiz, zəbanə çəkən bir cəhənnəmdir. Ona görə fürsət tapıb əkildim. Aferin. Qaçıb qurtarmaq da igidlikdəndir. Fira, sen ne kadar değişmişsin. Ne kadar gümrah görünürsən. Mənə Fira deyim Anjel. Onu mənim dostlarımın acılı. Doğrudan mı? Eşittim sabah yok, biri gün senin toyundur. Jenih bu cenabların hansıdır? Hiçbiri. Xaricdən nə vaxt qayıtmısan? 4 aydır. 4 aydır, mənə heç zəng eləməmsən, xəbər verməmsən. Bəs nə qədər qaldın xaricdə? 2 il yarım. Anjel xanım xaricə nə üçün gelmişdi? Atalığım səfirlikdə işləyir. Doğrudan. Atalığınızın famili neydi? Rabinoviç, Buyur. nə var? Heç bəs siz Azərbaycanlı değilsiniz. Oh, bu gözəl oğlanları həmişə belə üzlü gördüm. Fəride, sən heç demədin bu quşu qanadından vuran oğlanlar kimdilər, nəçidilər? Qənimət, mənimlə 5 il institutda olmuş. İndi isə mühəndis işləyəcək. Sən gərək ki onun haqqında mənə yazmışdın. Sabahınsa
Qənimətin dostudur, eyni zamanda mənim də dostumdur. Talantlı rəssamdır. Siz mənim rəsmimi çəkərsiniz, O barədə fikirləşərik. istehza edirsiniz. Əsla. Siz mənim xoşuma gəlməyə başlayırsınız. Ədalətdir. Bir sigaret verin bana. Yaxşı, Fərida, biz gedək. Siz heç yerə getməyəcəksiniz, aydındır? Mən sizi ədalətlə tanış eləyəcəm. Gəl mənim dostlarımla tanış ol. Məmnuniyyətlə. Anjel, Ədalət. Hə, biz demək olar ki, sizinlə qiyabi tanışıq. Fəridə mənə sizin haqqınızda çox danışıb. Siz gərək ki, rəssamsınız. Bəli. Gərək ki, rəssamıq. Başımız iş gücə öyle qarışır ki, öz sənətkarlarımızı da düz əməlli başlı tanıya bilmirik. Siz onsuz da Sabalanı tanıya bilməzdiniz. Niyə? Çünki o bu mərtəbəyə danqıratla qaldırılmamışdı. Başa düşürəm. Yaxşı, icazənizlə gedək. Gedək. Dayanım, canım bir əyləşək, söhbət edək, çay indi gəlmişsiniz ki. İltifatınız artıq olsun, amma biz getməliyik. Tələsirik. Onda deyim şoför aparsın, bir də. Yox, lazım deyil. Elə özümüz gedərik. Narahat olmayın. Sonra pis öyrənərik. Sağ olun, Ancaq. Ancaq xanım, mən ümidvaram ki, təsadüf bizi bir daha görüşdürəcək. Sağ olun. Gedək sizi ötürüm. Ehtiyac yox, sağ olun. Gedək, gedək. sigaretiniz yadınızdan çıxıb. Yox, yadımdan çıxmır. Sizin üçün qoymuşum. Sağ olun. Siz telefonunuzu mənə vermək istəmirsiniz? Mən məmnuniyyətlə. Amma mənim telefonum yoxdur. Necə? Sizin kimi məşhur bir rəssamın telefonu yoxdur. Məşhur olsaydım, cənab ədalət məni tanıyardı. Siz nə üçün ədalət sancırdınız, hə? Onun bura gələcəyini niyə bizə demirdi? Mən istəyirdim ki, o sənin necə adam olduğunu görüb tanısın. Sən sana buynuz göstərdin. Narahat olma. Onun zirəhi ilə möhkəmdir ki, mən buynuzlarımı poladdan dələtdirsəm, bir şey eləyə bilməz. Bu sözdən sonra sənə daha nə deyim? Heç nə, keçin içəri. Təzə bəy təkdir. Sağ olun. Sağ olun. Hadi ye. Hadi ye. Fəridə, təzə bəy təkdir. Buyur, gəl, keçilərim. Siz hələlik burada söhbət edin. Mən də çay dəmliyim, gəlirəm. Ayşe, sen ne vaxt gəlmisən? Dünən. Nə üçün mənimlə tanış olduğunu gizlədin? Ayşe, gəl elə bilək ki, biz səninlə doğrudan da təzəcə tanış oluruq. Onsuz da bizim münasibətimizdən sənin həyatında heç bir şey qalmıyor. Mən evlənirəm Ayşe. Bilirəm. Eşitdim sən də yaşlı bir biznesmenlə yaşayırsan. Yaşayırdım. Nasıl oldu? Öldü. Öldü? Hı. Hə, demək bu qara paltarı onun üçün giyimsən. Xeyr. Ona görə deyil. Bu paltar mənə yaraşdığı üçün geyinmişəm. Sonra mən ondan 40 yaş kiçik bir oğlanla yaşamışam. Aydındır. Yox, bu hələ hamısı deyil. Kifayətdir. Mən sənin həyatın haqqında haqq hesab soruşmuram. Yoxsa yandırır. Bak, sənin gündə bir kişil olmağı niyə mən yandırmalıdır? Çünki mən sənin oğlunun anasıyım. Şşş, Ayşe. Biraz yavaş. Qorxursan, nişandan eşitsin. Qorxursan,
Ayşel, mən səndən xahiş edirəm. Sən xahiş. Dünyanın nə qəribə işləri olurmuş. Yox, Fəridə hər şeyi bilməlidir. Qoy özü nəticə çıxarsın. Sən yəqin zarafat edirsən, hə? Qətiyyən. Fəridə mənim günahsız vaxtlarımın sirdaşıdır. Mən razı ola bilmərəm ki, o da mənim kimi aldansın. Sən onun həyatını darmadağın edə bilərsən. O məni sevir. Mən indi təsəvvür eləyə bilmirəm ki, səni necə sevmək olar. Ayşel, insaflı olsun. Gündə Moskvadan mənə 10 dəfə zəng vuran. Kim idi? Sən deyildin. Mən idim. Bu da Necəsən çay. Gökhanım? Yaxşı olun. Ayşe dağıtmadın ki. Buyur. Heç belə çuvaqla da darxanlar mı? Düz sözə nə deyərsən? Yaxınız əyləş. Buyur. Bəs konyak? Doğrudan. Əlbəttə. Bizdə içən olmadığı üçün yoxdur evdə. Mən bu saat dedim alım. Yox, deyəm. Deyəm. Şoförə deyəm, gedib alarım saat. Lazım deyil. Daha içəsi olmaz. Niyə? Sən içmədiyi üçün həvəsim qaçdı Fəridə. Nə olsun? Ədalət nə içərsən? Başqasının çuvakı ilə içməyə marağım yoxdur. Öz çuvakım olsaydı ayrı məsələ. Mən getdim. Angel, hara tələsirsən? Biz heç əməli başda danışmadıq da, söhbət də eləmədik. Fəridəcəm, ayrı gün görüşüb söhbətləşərik. Oldu? Bəs, onu buradasan da, toyda da olacaqsan, hə? Mütləq. Sənin kimi xoşbəxt bir xanımın toyunda iştirak eləmək özü də bir saadət. Zənn edirəm, sizi öpməmək olar. Hələlik. Angel. Uşaqlıqdan belə ürəyə çıxdı. Əvvəllər mən ona həmişə zarafatla deyərdim ki, qorxuram bu ürəyə açıqlığın üzündən bir gün tora düşəsən. Doğrudan da düşdü. Bizi instituta təzə girən il eşitdim ki, bir oğlana vurulub. Oğlan da yazıq qızı bədbəxt eləyəndən sonra yoxa çıxıb. Kim bilir əhvalat necə olur? Yəqin ki, oğlan qızı məcbur eləməyib. Yəqin ki. Amma nə deyirsən de, mən oğlanı daha təqsirkar hesab edirəm. Qız ona inanıb, etibar eləyib. Qız özü yəqin o dəqiqələrdə heç bir etibar plan haqqında düşünmürmüş. Sən demək istəyirsən ki, qız da təqsirkardır? Bəlkə də artıq. Kar! Dünyada heç bir saxtakarlıq olmayıb. Bizim bir-birimiz qarşısında həmişə alnımız açıq olaydı. Bax, mən indiyə qədər nə eləmişəmsə, hamısını sənə danışmışam. Yəqin sənin də məndən gizlin heç bir sirrin yoxdur, hə? Əlbəttə. Bəlkə də bəzi günahların olub da, amma eybi yoxdur, günahından keçirəm. Sən kişisən axı. Sən nə qədər yaxşı qızsan mənim əzizim.
Bizim aramızda her şey bitti, gitti Feride. Kim bilir bir de birbirimize rast geleceğiz mi? Elvida benim güzel arzularımın, güzel hayallarımın yoldaşı. Elvida. Xeyr, dua verin mənə, ana. Ben her dakika sana xoşbəxtlik arzulayıram. Gerek kızım, ayağın sayalı oldu. Getdiyim evə, gözümdə işıq var, nur var. Artıq neçə vaxt ki mən gəlin göçmüşəm. Xoşbəxtlik necə gözəlmiş. Səndən əvvəllər mən həqiqi səadətin nə demək olduğunu bilməmişəm. Oy, ne kadar güzelleşmişsen, ərə getmək sənə düşür. Ədalət belə deyir. Ne güzel üzüğün var. Ben belə bir üzüğü Paris'te bir diplomatın xanımında görmüşəm. Bunu Ədalətin Kamil adlı bir dostu bağışlayır. Ədalət deyir, xalis brilyantdır. Kamil'i tanıyıram, Dəladuzun biridir. Anjel. Niçin inciyirsən? Çünki Ədalətin elə bir dostu ola bilməz. Belki o mən tanıyan Kamil değil. Əlbəttə o deyil. Qəşəng idi. Gözəldir. Bilirsən bunun xaricdə qiyməti neçədir? Neçədir? Bilməsən daha yaxşı olar. Bəs onda niyə gülürsən? Heç elə beləsən ki, bilirsən mənim hərdən axmaq hərəkətlər elədiyimi. Anjel, mən xoşbəxtəm. Madem ki sən özünü xoşbəxt hiss eləyirsən, demək elədir. Anjel, sən heç əvvəllər belə deyildin. İndi necəyəm ki? Görünür, ilk məhəbbətin uğursuzluğu səndə hər şeyə qarşı bir soyuqluq, inamsızlıq yaradıb. Eləysən,
Qoy Allah səni elə bir uğursuzluqdan saxlasın. Qaldı mənə, mən məhəbbətə nifrət eləyirəm. Anjel, yəni sənin üçün dünyada doğrudan müqəddəs his qalmıyor? Tüpürün müqəddəs adlanan bütün hisslər. Bəs Anjel. Elə bilmə, mən aldandığım üçün bu fikrə gəlmişəm. Yox, əgər mənə biri xəyanət eləmişdisə, mən 5-inə xəyanət eləmişəm. Əgər məni biri aldatmışdısa, mən 3-ünü aldatmışam. Anjel, sən məni özündən ürküdürsən. Yazıq Fəridə, əgər sən məndən ürksən, gərək yaşamayasan. Ne üçün? Çünki mən əsl həyatın özüyəm. Yalandır. Sənin dediklərin hamısı əsl həyata böhtandır. Zarabat eləyirəm, qoy sənin xəyalında yaratdığın saadət sarayı uçub dağılmasın. Ne üçün bəs xəyalımda yaratdığım? Çünki sən həyata yenicə qədəm qoyursan. Mənim kimi həyatın min bir üzünü görməmsən. Hər şey axır, hər şey dəyişir. Bəlkə doğrudan da belədir. Bəlkə doğrudan da mən səhv eləyirəm. Mən əminəm ki, sən səhv eləyirsən, Anjel. Neyse, sənin dostların bura gəlməyəcəklər. Qənimət gəlməz. İşləyir. Bəs rəssam. Savalan gərək ki, gəlsin. Mənim şəklimi çəkməyə söz verib. Bilirsən Fəridə, mənim ondan xoşum gəlir. Yaxşı oğlandı. Oo, hanımlara salam. Adını tut, kulağını vur. Oh. Yine kimin kulağını vurursunuz? Aa, sizin kulağınız çok qəşəng olduğu için görəndə əlim gecişir. Anjel xanım elə incə sənin haqqında danışırdı. Ben buna çok şadım. Ama Anjel hanım benim hakkımda ne danışabilir? Biz cəmi bir dəfə görüşmüşük. Bir dəfə kifayətdir. Kosmos sürəti. Anjel xanım dedi ki, sən onun xoşuna gəlirsən. Bu çok xoşbəxtliydi. Kimi için? Kim sizi istəsə onun için. Bağışlayın, mən müsaade. Siz məni istərdiniz? Yox, Bəlkə istədiniz? ağlım kəsmir. Mən gözəl deyiləm. Yox, Zarafat eləyirsiniz. əsla. Parisdə gözəl bir qız rolunda çəkilmək üçün mənə 100 minlərlə təkliflər edirdilər. İnanıram. Şəkildə gözəl görünə bilərsiniz. Amma əslində gözəl deyiləm. Dedim ki, yox. Və siz kimə gözəl deyirsiniz? Mən gözəl ona deyərəm ki, Savalan dağının harda olduğunu bilsin. Onun adı çəkilən kimi üzü günəş kimi parlasın. Deyəsən sizin bir vintiniz çatmır. Yox, mənim bütün vintlərim yerindədir. Ədalət zəng qırmışdı. Zəng qıranda əl çəkmir ki, mən bir neçə yaxşı parçam var, deyir xaricdən dərz gətirdik. Nə? Xaricdən dərsi gətirdik. Məni patriot qəhrəmanım. Sən elə bilirsən, hamı sənin kimi lütdür. Bizdə elə kişilər var, onların xanımları hər gün süd vannası qəbul eləyirlər ki, dəriləri ipək kimi yumuşaq olsun. Anjel xanım, onlara kişi demirlər. Musik deyirlər, musik. Musik nədir? Mənim bir tanışım vardı, 140 kilogram ağırlığında. Arvadı ona həmişə Musa əvəzinə musik deyir. Duşkanı da tanıyırdım. Durna atdığı təvəzzükar, kasıb bir ailədən çıxmış qız idi. Musikə gedəndən sonra axır vaxtlar yaman qəmgin görünürdü. Bir gün küçədə gördüm onu. Ağlaya-ağlaya yanımdan ötüb keçdi. Sonradan eşitdim ki, musiki tutublar. Hər neysə, icazə verin, rəssam işini başlasın. Savalan, bugün qalsın. Nədənsə həvəsim qaçdı. Yaxşı, hələlik. Sağ ol.
Anjel, Nə var? doğrudan bu oğlan sənin xoşuna gəlir? Ay, doğrudan. Bax Anjel, o sən düşündüyün oğlanlardan deyil. Nə bilirsən? Neçə ilin yoldaşıyıq, tanışıyıq, dostuyuq. Aranızda bir şey olur. Elə pis soruşursan adam bilmir nə cavab versin. Onun qızı var. Yoxdur. Nəcə? Amma Anjel, sənin elə bir ərin olsaydı, mən elə sevinərdim. Elə sevinərdin ki. Elə oğlan məni istəməz. Nə bilmək oldu? Bəlkə istədi? Bəs keçmişim? Hə, başa düşürəm. Amma eybi yoxdur. Sən bütün olub keçənləri etiraf eləyərsən, o hər şeyi anlayır, başa düşər. Neysə. Anjel, sən əyləş, mən də bu saat çay dəmləyib gəlirəm. Anjel? Bəs Fəridə abladır? Ha? Anjel, heç bilmirəm sənə necə təşəkkür edim. Ne üçün sən mənə təşəkkür eləməlisən? Bizim keçmişimiz haqqında Fəridiyə bir söz demədiyinə görə. Mən bunu çox qiymətləndirirəm. Sən elə bilirsən mən sənə görə susuram. İmkanım olsaydı sənin boynunu elə vurardım ki, qanın yerə dammazdı. Anjel. Heyif ki, arada Fəridə var. Anjel. Mən onun arzularını alt üst eləmək istəmirəm. Bu daha gecdir. Əgər sən ona da xəyanət eləsən, mənim intiqamım dəhşətli olacaq. Anjel, mən onu sevirəm. Sən bu sözləri mənə də deyirdin. Nə olar? Mən buna təəssüf etmirəm. Mən bura sənin ikiyüzlü sözlərini eşitmək üçün gəlməmişəm. Mənim səndən tələbim var. Nə tələb? Oğlumun atası olduğunu rəsmləşdirmək lazımdır. Anjel, biraz yavaş. Başa düşmədim. Necə yəni rəsmiləşdirmək lazımdır? Yəni, rəsmi surətdə sənin familinə yazdırmaq. Uşaq bugün sabah böyüyüb, atasının kim olduğunu məndən soruşacaq. Anjel, icazə ver o barədə bir əməlli başlı düşünüb Nə düşünəcəksən? İndi yox, Fəridə hər dəqiqə gələ bilər. Sonra, yaxşı? Mən sənə sonra zəng eləyərəm. Yaxşı, sonra zəng vurarsan. Ədalət, Hə? sən nə vaxt gəldin? Elə indicə gəldim. Anjel, bu saat çay hazır olar. Anjel, niyə durdun? Səhərdən oturmuşam. Bəs deyil. Anjel, sən ona getmə.
Təzə arvadı tək qoymaq lazımdır. Azer, bilirsən nə qədər yaxşı şeylər pişirmişik? Yox, Fəribacığım, işim var. Rəssam oğlan mənə zəng eləyəcək. Hələlik. Hələlik Aygül xanım. Bu hansı rəssam haqqında danışırdı? Sağ olan haqqında. Ha, sizin dostunuz. Siz deyəndə kimləri nəzərdə tutursunuz? Səni, qəniməti. Savalan mənim şəklimi çəkmək istəyir. Deyir, bu mənim ən kamil işim olacaq. Ne üçün məhz sənin rəsmini? Yəqin ona görə ki, biz bir-birimizi lap uşaqlıqdan tanıyırıq, sevirik. Sevirsiniz. Nədir? Yoxsa qısqanırsan? Yox. Xoşuma gəlir sənin qısqanclığın. Doğrudan qısqanırsan? Qısqanclıq aciz adamların işidir. Doğrudan da elədir. Ancaq adamları yaddan çıxarmaq olmaz. Onları nə barədə yaddan çıxarmamalıyıq ki? Hər barədə. Adamlar hardan bilirlər ki, sən o rəssamı bir qardaş kimi istəyirsən? Görəcəklər ki, o tez-tez bura gəlir, saatlarla burada oturur. Özü də çox vaxt mən evdə olmayanda. Bir sən, bir də o, deməli burada nəsə var. Məsələn nə? Məsələsini onlar özləri düzəldəcəklər. Axı biz üçümüz də bilirik ki, arada başqa bir şey yoxdur və ola da bilməz. Fəridə, biz bilirik. Onlar ki bilmir. Deməli, mən onda heç bir oğlan yoldaşımla görüşməməliyəm, hə? Niyə görüşməməlisən? Onlar toyda, bayramda, rəsmi yerlərdə. Mən olansam. Ərli qadın olmağın belə işləri də varmış. Bəs sən nə bilmişdin? Yaxşı. Onda Savalana deyərəm ki, sən evdə olanda gəlsin. Tez-tez yox. Necə? Bəs mənim şəklimi çəkməsin? Deməli, o şah əsərini yaratmaqdan ötürü mən bədbəxtin arvadından ilham almalıdır, hə? Məyər o mənimlə bir insan, gənc bir qadın kimi maraqlana bilməz? Yox. Mən sən ürək təmiz olduğunu bilirəm, amma adamları başa salmaq çətindir. Yaxşı. Yaxşı. Mən Savalana deyərəm, bir də gəlməsin. İnciyirsən? İncimirəm. Nə var? Axı nə istəyirsiniz? Nə istəyirdin? Pul. Doğrudanmı bizim təmiz sislərimiz öz əleyhimizə çevrilə bilər? Doğrudanmı Savalan kimi bir oğlanın mənə olan səmimi duyğuları adamlara şübhəli görünə bilər?
Fəridə, yaxşı, sən nə vaxta qədər gündəliklərini məndən gizlədəcəksən? Qocalıb belimiz bükülənə qədər. Oo, bu çox uzun oldu. Yaxşı, büyünün qəhrəmanı kimdir? Onu gələcəkdə oxuyarsın. Yaxşı, hazırlaş, birazdan qonaq gedirik. O üzüyü də çıxar bu evdə. Ne üçün? Biz özümüzü nə qədər sadə aparsaq, bir o qədər yaxşıdır. Axı bunu bizə toy hədiyəsi gətiriblər. Kim bilir, toy hədiyəsi veriblər. Başqa nə düşünə bilərlər ki? Hər nə desən, nə çoxdur qəlbi qara adamlar. Yaxşı, hazırlaş, mən birazdan qayıdıram.
bura bura. Allah. Bura, bura. Mən bir dənə baxım da. O doğrudan, Anjel xanım. Bu tortu vermişim də. Yox, konditer. Sən də əlbəttə özü ki. Bağışla, Anjel xanım, bağışla. Bağışlamıram. Kim ki məni qiymətləndirmirsə, o mənim düşmənimdir. Şükür Allaha ki, biz səni qiymətləndiririk, özdə sən bizim ən əziz qonağımızsan. Düzəltdin. Anjel qonaq niyə olur? Yaxşı. Biz bura Anjeli müzakirə eləməyə yığışmamışıq. Anjel sizin yağlı təriflərinizi çox eşidir. Kimi? Bizim? Siz oğlanların nə fərqi var? Vallahi, billah, mənim sözümdə heç biri ya, filan yoxdur. Yaxşı. Stol hazırdır ağalar. Buyurun, əyləşin. Əyləş Anjel xanım. Belə. Deyəsən, içkimiz azdır, hə? Gedin bir dənə şampuan Yox, alın. sən otur, mən özüm gedərəm. Sən bugün bəysən. Mən müasir bəyəm. Ona görə özüm gedəcəm. Oradan zəhmət olmasa rumkalar verir. Rumkalar. Sağ ol. Sənin. Qəhmətin. Bu da. Zəhmət olmasa o salfetkaları da ver. Anjel. Yenə məndən danışacaqsan. Əgər sənin barəndə danışmaq mənim üçün xoşdursa, Müəyyən vaxta qədər. səhv edirsən. Səhv edirsən, Anjel. Fəridə mənim haqqımda sənə nə danışır? Heç nə. Nə üçün soruşursan ki? Heç. Elə belə. Şirin şirin yuxudaydıq. Bir zalim oyatdı bizi. Anaların kucağından bu dünyaya attı bizi. Biz ki yol nedir bilmezdik. Biz ki sev nedir bilmezdik. Bilsek bu dünyaya gelmezdik. Analar aldattı bizi. Anjel. Lazım değil sağ ol. Anjel, mən səni hələ təzə tanımağa başlayıram. Gecikmisən. Yox, gecikməmişim. Mən həmişə hiss edirdim ki, sən göründüyün kimi deyilsən. Göründüğün kimi değilsen. Ha, bu da şampan. Gel. Buna ne olup bile? Sen niye terpemiyorsun ha? Hipnoz olmuş ha. Benim güzel ressamım. Gel eğleş. Bizi birimiz olduğu kimi tanımamız mümkün değil. Eğleş Anjel Hanım. Ha, Qənimət bəy, bizimki sevgidə gətirmədi. Amma biz söz vermişik ki, heç bir dərdə təslim olmayaq. Bırak dostlar. Bırak. Bak. Yavaş yavaş yavaş. Ha,
Bir dəqiqə saat. Hoppa! Aa, Bu kim sen olar kimi belə? gördüysen. Aha. Bizdə başqa da qonaqlar Kim var. Deyəsən, bura başqa bir söz deyəcəm. Nə bilirsən? Fəridə, xoş gəlmişsən. Bura hara? Gözlərim sevəni. Amma mənim ürəyimə dammışdı. Oradan. Sübut, baxa bilərsiniz. Heç mənim bəyərdin ağlıma da gəlmir. Axı, niyə bu qənimət stolunun üstünə 4 adamlıq qardaşım Dayanın, amma mənim ağlıma gəlirdi. Ancaq fikir eləyirdim ki, yəqin bura başqa bir qızda gələcək. Nə işin? Səni əlim tək buraxım, ha? Əvvəla ərim burada deyil. İkincisi niyə də tək buraxmasın? Biz bir-birimizə inanırıq. Allah eləsin. Nədir sən yoxsa şübhə eləyirsən? Sənə? Sənin kimi mələyə kim şübhə eləyə bilər? Bəs ədalətə? Ədalət sözünün mənası çox dərin olduğu üçün bu barədə heç bir şey deyə bilmərəm. Eybi yox, vaxt gələr deyərsən. Yəqin ki. Uşaqlar, biz hamımız yaşıdıq. Gəlin içək, planetimizdə olan bütün yaşıdlarımızın sağlığına. Fəridə, bugün səni bizi unutmayıb bura gəlməyin ürəyimi o qədər kövrəldib ki, heç bilmirəm nə edeyim. Sizin kimi oğlanları kim unudar? Yox Fəridə, yox. Bizim kimi oğlanları unudanlar, bizdən heç xəbəri olmayanlar çoxdur. Amma eybi yox. Eybi yox, vaxt gələr bizi tanımağa, bizimlə hesablaşmağa məcbur olarlar. Bax onda Amerikadakı hindlilər də bilərlər ki, Anjel kimdir? Ne üçün təkcə Anjel? Çünki sən çox nəcib qızsın Anjel. Çox nəcib qızsın. Xahiş edirəm, bu söhbətləriniz üçün başqa dinləyicilər tapasınız. İndi isə rəqs edək. Buyur. Nə gözəl mənzilimdir. İstəyirdin kirayəşin qalıram. Ev mənim deyil Fərid. Yaxın bir dostumun, uzaq qohumunun müvəqqəti qalıb. 10 gündən sonra isə yenə köçəcəm öz hücrəmə. Niyə belə qəmginsən? Qətiyyən. Mən fikirləşirəm. Nə fikirləşirsən? Fikirləşirəm sən düz eləyib ədalət ərə getməsin. Necə? Ailə qurmaq üçün, evlənmək üçün bizə ev eşiyi lazım. Toy eləmək üçün pul lazımdır. Gəlinin geyinib adam içinə çıxmağı üçün yay-qış paltarı lazımdır. Qoluna qızıl saat, barmağına bölgən müziği lazım. Bütün bunları düzəltmək üçün qənimət uzun müddət işləməli, pul toplanır. Özünə gün güzaran düzəltməli. Yaxşı, baş alıb getmə. Düz deyirsən, ömür dayanıb bizi gözləmir, mən səndən incimirəm. Rəqs! Rəqs, rəqs! Hoppa! Hop! Hop! Hoppa! Hop! Hop! Sənə qurban ay oğlum, mənə versən ay oğlum. Sənə qurban ay oğlum,
Mən öz ərimin xahişini yerinə yetirərək Savalanın mənim portretimi çəkməsindən imtina etdim. O həmişəlik çıxıb getdi. Mənə elə gəldi ki, onunla birlikdə bütün səmimi dostlarım, gəncliyimin əziz günləri də məni əbədi olaraq tərk eləyib getdi. Ana, kömək elə mənə. Mən nə edim? Niyə işləmirsən qızım? Mən istəyirdim. Amma ədalət razı olmadı. Bəs onda niçin oxuyub mühəndis olurdun? Bu bərli bəzəkli otaqlarda işsiz güçsüz oturub xanımlıq etməklə xoşbəxt olmaq mümkün deyil mənim balam. Yadındadır, uşaqlıqda sənə oğlan paltar geyindirərdim. Mən arzu eləyirdim ki, sən gələcəkdə cəsarətli, mərd olasan. Ümid edirəm ki, ananı başa düşərsən. Mən işləmək istəyirəm, ədalət. Başa düşmədim. Necə yəni işləmək? Öz ixtisasım üzrə. Sabah gedəcəm nazirliyə. Yoxsa pulsuzlanmısan? Məyər məsələ yalnız puldan ibarətdir? Hə, onda da arxırsan. Yox. Mənim ceyranım nəyə mənə əsərləşir? Sənə demişəm axı, mənə ceyran demə. Neyim? Dilim öyrəşir. Bir daxı ceyran heyvanlarının ən qəşəng, ən məsumdur. Mən heyvan deyiləm. Yaxşı. Sən nəyə görə işləmək istəyirsən? Ona görə ki, mən 16 il məktəb oxumuşam. Ona görə ki, mən dostlarımın, tanışlarımın içində özümü bir təhər hiss edirəm. Mən keçən gecə qənimətin ad gününə getmişdim. Qənimətin? Mən orada özümü o qədər pis, o qədər yad hiss eləyirdim ki, özüm özümə lazımsız bir əşya kimi görünürdüm. Yəni mənim varlığım sənin üçün bu qədər əhəmiyyətsizdir. Sən nə üçün məndən xəbərsiz ad gününə gedirdin? Sən burada yox idin. Yox idim demək getmək lazım deyildi. Mən bilirəm sənin ürəyində ona qarşı heç nə yoxdur, valla da bilməz. Mən özümü hər yetənlə müqayisə etmək fikrində deyiləm. Yox, ədalət. Qənimət hər yetən deyil. O da, Savalan da çox dəyərli oğlanlardır. Əgər sən onları tanıyıb qiymətləndirmirsənsə... Mən görürəm ki, bizim söhbətimiz çox arzu olunmaz yerə gedib çıxa bilər. Odur ki, gəl burada söhbətə nöqtə qoyaq. Və elə bilər ki, sənindən belə, ərindən xəbərsiz, heç bir məclisə getməyəcəksən. Olsun. Amma mən işə gedəcəm. Yox, Fəridə. Gedib getməyəcəksən. Alo. Bəli. Eşidirsən? Hə? Mən səni bugün, bu saat gözləyirəm. Yaxşı. Kim idi? O, həmin adam.
Mən heç kəsi sənin düşündüyün mənada sevə bilmərəm, Səbalan. Axı nə üçün? Çünki məni aldadıblar. Mənim ilk sevgimi ayaqlar altına salıb tapdalayıblar. Mən məhəbbətə olan inamımı itirmişəm. Əgər səni aldadıblarsa, burada sənin təqsirin yoxdur. Yox. Mənim təqsirim var. Biz qadınlar həmişə bütün günahı kişilərin boynuna qoymağa adət etmişik. Biz hissiyata daha tez qapılırıq. Halbuki namusumuzu, mənliyimizi hərrac etməyə ixtiyarımız yoxdur. Çünki dünyaya gələn yeni bir insanın taleyi, gələcəyi üçün birinci növbədə biz analar cavabdayıq. Nə üçün birinci növbədə siz? Bilmirəm. Yəqin ondan ötəri ki, biz uşağa daha yaxınıq. Daha çox əziyyət çəkirik. Anjel, mən səni sevirəm. Madam ki, sən öz təqsirini bu qədər dərindən hiss edirsən, deməli biz onun üstündən bir qırmızı xət çəkə bilərik. Yox, Savalan. Sən yenicə həyata qədəm qoyan gül kimi bir oğlansan. Mən sənin özünə də, istedadına da heyranım. Elə ona görə də sənə gələ bilmərəm. Mənə elə gəlir ki, sən yenə də səhv edirsən, Anjel. Yox. Mən daha səhv etməyəcəm. İndi isə get Savalan. Biz bir daha görüşməyəcəyik. Ne için görüşmürük? Biz bundan sonra dost, sirdaş olacağıq. Qənimətə salam de. Anjel. Hələlik Savalan. Hələlik. Salam Anjel. Biraz bundan əvvəl buradan gedən həmin rəssam idi. Necə məyər? Heç, elə belə. Bəs niyə soruşmursan ki, ne üçün gəlmişdi? Sənin kimi gözəl bir qadının evinə niyə gələrlər? Sən uşağı nə vaxt Esfa mənə yazdırırsan? Bu mümkün deyil Anjel. Ne için? Çünki bununla sən mənim ailə həyatımı darmadağın edirsən. Əgər Fəridə bu əhvalatı bilsə... Mən indiyə qədər ona heç bir şey deməmişəm. O heç mənim uşağım olduğunu da bilmir. Mən bundan sonra da susaram. Uşağı mənim adıma yazdırandan sonra gizlətmək olmaz. Mən bir daha onun gözünə görünmərəm. Məsələ gözə görünməkdə də deyil. Mən indiyə qədər səndən heç bir şey tələb eləmədiyim kimi bundan sonra da etmərəm. Anjel, qoy uşaq sənin adında qalsın.
Gələcəkdə o məndən soruşmaz ki, atam kimdir? Gələcək hələ uzaqdır. O barədə bir şey fikirləşir. Bəs indi soruşanlara nə cavab verim? Bir şey tapıb demək olardı. Bir də sənin adın olmasın, hə? Anjel, sən özün hər şeyi yaxşı başa düşürsən. Bax, mənim ailəm, vəzifəm, hamı məni təmiz adam kimi tanıyır. Sən deyirsən ki, təmiz adamsan? Mənim necə adam olduğumu bilirlər. Amma mən sənin uşağının atası olduğumu bilmirəm. Mən buna inanmıram. Niçin? Çünki səni məndən başqaları da tanıyır. Axı sən bilirsən ki, mən səninlə tanış olanda, mən bakirə bir qız idim. Mənim 18 yaşım hələ tamam olmamışdı. Bura bax, mən heç nə bilmirəm və sən də mənə heç nəyi sübut edə bilməzsən. Sən əsəbləşdiyin üçün belə danışırsan, yoxsa elə belə də düşünürsən? İndi ki sən yaxşı söz eşitmək istəmirsən və mənim mövqeyimi nəzərə almırsan, onda mənim də ixtiyarım var, istədiyim kimi düşünüm. Amma əslində uşağın atası olduğunu inkar eləmirsən. Lazım gələrsə inkar eləyərəm, hamı da mənə inanar. Burada səninlə məndən başqa heç kəs yoxdur. Xahiş edirəm, bircə sualıma düzgün cavab verəsən. Buyur. Sən keçən dəfə xaricdə gördün ki, o sənə necə oxşayır. Necə qəşəng uşaqdır. Sonra? Sən indi biraz da olsa ona qarşı atalıq hissi duymursan? Yox. Heç? Heç. Bu 3 ildə o sənin heç yadına düşməyib. Yox. Anjel! Mən and içmişdim ki, əgər sən uşağı öz adına yazdırmağa razı olmasan, bu bıçağı sancam sənin düz ürəyinin başına. Anjel! Lakin sənin bu etirafından sonra sənin ölüb ölməməyin nə mənə lazımdır, nə də mənim oğluma. Gedə bilərsən. Anjel, bəlkə sənə biraz kömək edim. Dedim ki, gedə bilərsən. Anjel, bəlkə biraz pul verin. Rədd ol! Anjel, mən səninlə söhbətə gəlmişəm. Nə barədə? Özün barəndə. Heç. Sənin kimi xoşbəxt bir xanımın özü barədə söhbəti çox maraqlıdır. Yox, Anjel. Mənim xoşbəxtliyimdə nə isə çatmır. Səncə çatışmayan nədir? Bilmirəm. Anjel, sən məndən təcrübəlisən. Çox yerlər gəzmisən. Çox adamlar görmüsən. Elə ona görə də səndən məsləhətləşmək istəyirəm. Mən səni dinləyirəm, Fəridə. Sən bilirsən ki, mən öz ərimi çox sevirəm. Hiss eləyirəm. Amma onda bəzi xasiyyətlər əmələ gəlib ki, bu məni yaman narahat edir. Məsələn? Məsələn, Sabalan mənim şəklimi çəkmək istəyirdi. Buna razı olmadı. Sən də güzəştə getdin. Hə. Sonra mənim qənimətin ad gününə getməyim onu yaman acıqlandırdı.
Məni onlarla görüşməyə qəti qadağan elədi. Mən öz tanışlarımdan, öz dostlarımdan tamamilə ayrı düşmüşəm. Sonra ən pisi budur ki, o mənim işləməyimə razı deyil. Deyir, buna ehtiyacımız yoxdur. Doğru deyirdi. Sənin borcun yaxşı geyinmək, yaxşı yeyib içmək və sevimli ərini razı salıb əyləndirməkdir. Anjel, Nə var? Sən ki onu sevirsən. nə olsun? Məyər sevmək kölə olmaq deməkdir? Bizim faciəmiz elə ondadır ki, biz öz səhvimizi sonradan başa düşürük. Anjel, mən səndən məsləhət almağa gəlmişəm. Mənim verəcəyim məsləhət qorxuram sənin üçün ağır olsun Fəridə. Nə üçün? Çünki sənin əlin mahir bir fırıldaqçıdır. Sən nağıl onun haqqında belə sözlər danışırsan. Əlbəttə. Haqqım olmasaydı danışmazdım. Yalandır. Sakit. Gel. Necə uşaqdır? Qəşəng uşaqdır. Kimin uşağıdır? Mənim. Bəs indiyə qədər mənə niyə deməmsən? Onun səbəbini sonra bilərsən. Gözlərinə, alnına, ağzına diqqətlə bax. Kimə oxşayır? Ola bilməz. Ola bilməz. Ola bilməz. Anjel, bunları məndən niyə gizlətmirsən? Çünki sən ərini sevirdin. Sən göyün 7-ci qatındaydın. Əgər o biraz bundan əvvəl mənim qarşımda öz günahlarını etiraf edib uşağı öz adına yazdırmağa razılıq versəydi, mən yenə sənə heç nə deməzdim. Amma o öz doğma oğlundan da imtina elədi. Sən isə məndən məsləhət almağa gəlmirsən. Yox.